Hansı şərtlərə əsasən qadınların hüququ və güzəştləri bir qədər fərqlidir? Hüquq qeyd etdiyimiz kimi hər kəsdə eynidir bir vətəndaş olaraq, Azərbaycan vətəndaşı olaraq. Bu güzəştlər haqqında gəlin biraz danışaq. Buyurun. Teşekkür edirəm. Çox maraqlı bir mövzuya toxunduğunuz üçün. Ümumilikdə mən düşünürəm ki, digər qonağımız bu qanuni hüquqi tərəflərini məndən daha yaxşı izah edə bilər, çünki bu sahənin mütəxəssisidir. Amma ümumən qanunvericilikdə ana olmağa hazırlaşan və ana olmuş qadınlarla bağlı müxtəlif güzəştlər var. Bura da aiddir deməli hamiləlik dövründəki əməkdaşa yanaşma məsələləri, eyni zamanda ana olduqdan sonra müxtəlif məzuniyyətlər, icazələr və bununla bağlı iş saatının qısaldılması və sair kimi məqamlar var. Mən daha çox cəmiyyətin içərisindən gələn bir insan olaraq və həmçinin mən həm də sahibkarlıq fəaliyyəti ilə məşğulam və proseslərin içərisində ana olmağa hazırlaşan, ana olan xanımların məsələlərinlə bağlı, yəni real vəziyyət əslində necədir, onunla bağlı bəzi məqamlara toxunmaq istəyirəm. Doğrudur ki, qanunvericilik heç bir ayrı seçkilik qoymur və qeyd elədiyimiz kimi də ana olmağa hazırlaşan və ana olmuş xanımlar üçün də müxtəlif güzəştlər var. Biz daha çox reallığa baxmalıyıq. Bugün iş verənlər, işə qəbul edən şəxslər bu prosesə necə yanaşır? Təbii ki, yaxşı və yaxşı olmayan nümunələr var. Bəzən olur ki, xüsusilə də sahibkarlıq özəl sektorda, hansı ki, onların fəaliyyəti daha çox belə deyək, əməkdaşların şirkətə qatdığı dəyərlə ölçülür. Yəni onların fəaliyyətindən asılıdır şirkətin də ayaqda qalması. Bu məqamlarda bəzən olur ki, bir mənalı yanaşma olmur. Çünki bilirsiniz. Bəs bəylər buna necə münasibət göstərirlər sizcə? Ümumiyyətcə, nəinki bəylər, o cümlədən sahibkar xanımlarda da biz bəzən bunu görürük. Əgər qadın ana olmağa hazırlaşırsa, təbii ki, bu analığa hazırlaşan dönəmdə qadının müxtəlif hormonal bədəndə dəyişikliklər baş verir, özünü yaxşı hiss etməmə məsələləri olur, bəlkə işə əvvəlki qədər fokuslana bilməmə halları olur ki, bu çox təbiidir. Təbii ki, bu prosesdə iş verən qadın və ya kişi olmasına asılı olmayaraq ki, qadınlar bəzən daha anlayışlı qarşılayırlar bu məsələni. Təbii ki, bəzən bu problemli işçi obrazına düşür o qadın və yaxud uşaqlıdırsa, uşağın xəstələnməyi var, qayğıları var, bəzən ananın fikri evdə qalır və s. Bu məsələlərdə də adətən bu, belə deyək də, əgər evladı varsa, bunun fokusu artıq dağınıqdır, əvvəlki kimi verimli olmaya bilər və belə bir yanaşmalar var. Ümumiyyətcə, bilirsiniz, qanunvericiliyimizdə də bu nəzərdə tutulur, beynəlxalq standartlarda da bu var ki, işə qəbul edərkən bu kimi sualları vermək olmaz. Ana olmağa mı hazırlaşır və yaxud evladı varmı, körpə yaşlısı varmı? Çünki onun Əfsar olsun ki, belə suallar verilir. Əlbəttə ki, verilir. Və ümumiyyətlə ailə həyatı qurmağa hazırlaşan xanımları bir mənalı qəbul etmirlər. Bəli. Çünki burada bəzi məsələlər olacaq, sonra hamiləlik, sonra övlad dünyaya gələcək. Bu ayrı seçkilik deyək, yoxsa ki, gələcək görmək bacarığı, bilməm, nə ilə bağlıdır bu? Yəni, bunu bir mənalı şəkildə yalnız onu deyə bilərik ki, bu haqsızlıqdır. Çünki bəzi məqamlarda xanımlar nəyisə gizlətmək məcburiyyətində qalırlar ki, onları işə götürsünlər. Ana olmaq çox müqəddəs bir hadisədir və gələcəyimiz əslində bununla bağlıdır. Ancaq ana olmaq qadınlar üçün maneə olmamalıdır. Nə onun karyerasında, nə fərdi inkişafında, nə peşəkar həyatında maneə olmamalıdır və bunun üçün də cəmiyyətimizin çox ciddi maariflənmə ehtiyacı var. Yəni ki, biz irəliləyən dəqiqələrdə də bu haqda danışacağıq. Burada bir neçə vacib məqam var. Birinci, dövlət dəstəyi, qanunvericilikdə bununla bağlı sərt, lazım gəldiyində tətbiqlər özünü göstərməlidir. Eyni zamanda maarifləndirmə çox önəmlidir. Çünki ana olmağa hazırlaşan və ya ana olmuş qadına hansısa güzəştlər və onun iş həyatında ona dəstək sədəqə deyil, cəmiyyət üçün ciddi yatırımdır. Bunu biz belə anlamalıyıq. Və digər məsələ prosesin özündə də, iş həyatının özündə də əgər hansısa sahibkar və yaxud qurum analığa hazırlaşan və yaxud yenicə ana olmuş xanımı əməkdaş olaraq saxlayırsa, onun iş mühitində də müəyyən toxunuşlar etməlidir ki, o paralel həm analığını, həm peşəkar həyatını davam etdirə bilsin. Bəs məhsuldarlığa mane olur? Hamiləlik dövrü, ondan sonraki dövr. Baxın, mən verilişə gəlməmişdən öncə də qarşıma məqsəd qoymuşdum ki, çox səmimi danışacağım. Çünki bu çox həssas mövzudur. Mənim də 18 aylıq ikiz qızlarım var, balaca. Çox sağ olun. 3 qız evladım var, böyük qızım tələbədir.
Və bu dönəm əlbəttə ki, bu məhsuldarlığa təsir edir. Baxmayaraq ki, mən sahibkaram, öz işimlə məşğulam və s. ancaq mənim üzərimdə onlarla insanın məsuliyyəti var, ayın sonu əmək haqqısı var, şirkətin ayaqda qalma məsələləri var və s. Buna rəğmən bu mane olur. Mən əvvəlki qədər istədiyim saatda gedib iş yerimə çata bilmirəm, məcbur bəzən işdən tez çıxmalı oluram, ürəyim qalır onların yanındakı, onların bəlli bir mərhələsi, dönəmi var, mən o dönəmi çox onlarla görə bilmirəm və s. Əlbəttə ki, bu təsir edir. Ancaq işverənlər anlamalıdırlar ki, bu təbii bir prosesdir və bu dönəmdə anaya dəstək olmaq vacibdir. Və bu gün hər kəs şanslı deyil ki, o evladına dayə tuta bilsin və yaxud anası, bacısı kimsə ona kömək edə bilsin və s. Belə olanda yəni bu imkanlar olmadıqda da daha acınacaqlı olur vəziyyət, amma qadın da işləməlidir, qadın da karyerasını inkişaf etdirməlidir və bəzən bu sadəcə qadının belə deyək də karyera və fərdi inkişafına bağlı deyil. Bəzən qadın məcburdur ailəni saxlaya bilmək üçün. Bəzən də xanımlar bu məqamlara görə ya karyeranı qurban verirlər, ya da tam əksinə övlad dünyaya gətirib karyera görə övlad qurban verirlər deyə düşünürəm. Çünki bəzi məqamlar olur ki, insan seçim qarşısında qalır. Ya dünyaya övlad gətirməlidir, sözün əsl mənasında valideyn ana olmalıdır, ya da ki, karyerasını seçməlidir. İkisini bir yerdə idarə etmək, ikisini bir yerdə saxlayıb qızıl ortanı tapmaq bir qədər gəlizdir. Çünki əgər ana dünyaya övlad gətiribsə, o hər zaman siz dediyiniz kimi düşünür ki, uşağım nə idi, nə etdi, yanında dayə olmuş olsa belə, yaxınları, əzizləri olsa, ürəyi qalır övladın yanında. Bu da bayaq qeyd etdiyim kimi iş prosesinə hardasa mane olur. Bəzi xanımlar hətta işdə oturub ağlaya da bilirlər ki, övladımı evdə qoymuşam. Bu biraz aşırı məsuliyyətdən irəli gəlir və biraz qadınların, xanımların həssas dönəmi olduğuna görə belə yanaşırlar. Biz bunu bəs necə qoruyub saxlayaq, necə xanımlarımıza yardım edək, necə xanımları maarifləndirək? Bəzi psixoloji durumlar da var. Ona görə bəzən də psixoloqa müraciət etmək də mütləqdir. Bəs ümumiyyətlə bizi izləyən indi xanımlarımıza nə tövsiyə edərdik? Ümumiyyətcə mən bir məlumatı xüsusilə vurğulayım ki, ana olan və ana olmayan qadının gücü və empatisi arasında dünyalar qədər fərq var. İnsan ana olanda bu elmi olaraq da sübut olunubdur. Həm psixoloji olaraq, həm fiziki olaraq onun bədənində elə bir Allahın yaradılışından elə bir funksiyalar baş verir ki, fikir verin, əgər uşaq bir yerdən yıxılmaq istəyirsə, ana olan qadın daha çevik onu qoruya bilir, nəinki ana olmamış qadın. Bu yaradılışdandır. Allah insana belə bir güc verir. Bəzən olur ki, yenə də şəxsi misal çəkə bilərəm ki, günlərlə 2-3 saatdan çox yuxu yata bilmirəm. Məsəl üçün, hansısa bir, belə deyək də, evdə kişi və yaxud ana olmamış qadın bu prosesi uzun müddət davam etdirərsə, o bir bioloji çöküş yaşayır, xəstələnir, immuniteti aşağı düşür və s. O ki, qala ki, əlavə məsuliyyətlər və s. Yəni, ana olmaq insana həqiqətən də məsuliyyət, bir öhdəlik verməklə yanaşı ciddi bir güc verir. Yaradılışdan bu belədir. Və ona görə də əgər qadın qarşısına məqsəd qoyursa, qadın çox güclü varlıqdır və qadın istədiyi, əgər bir şeyi qarşısına məqsəd qoyub bunu ürəkdən istəyirsə, mütləq buna çata bilir. Və istəyirsə ki, həm analığını, həm karyerasını paralelində davam etdirsin, bu mümkündür. Amma qızıl ortanı tapmaq çox çətindir. Ölkədə keçirilən forumların birində çox dəyər verdiyim ekspertlərdən biri danışırdı. Bəzən kitablar, sosial mediada çox çıxır qarşımıza, bunu edin, filan şey planlaşdırın, qızıl ortanı belə saxlayın. Bu çox çətindir. Bəzi məqamlar olur, bəzi aylar, bəzi həftələr, günlər olur ki, daha ağırlıqlı işə fokusluyuq. Mən bunu şəxsimdə də görürəm. Bəzi anlar olur ki, evlada fokusluyuq. Bu, həmən anki emosional vəziyyətdən, situasiyadan, durumdan çox asılıdır. Bəzən olur ki, mən işdə o qədər işimə dalıram və baxıram ki, saat 7-dir, heç mənim uşaqlar yadıma düşməyib.
Bəzi anlar olur ki, Siz vicdan əzabı çəkirsiniz, olur. Çünki hanımlarda lazımsız vicdan əzabı olur bəzən. özünü suçlamaq, Bəli, günahkarlıq bəli. hissi olur və siz çox gözəl vurğuladınız ki, mütləq, mən bayaq da onu qeyd eləmək istirdim ki, dövlət qurumlarında da, özəl müəssisələrdə də bu hallarda ana olmağa hazırlaşan və yeni ana olmuş qadınlar üçün mütləq psixoloji dəstək xidməti olmalıdır. Bu bəzən yersiz, belə deyək də, suçluluq, günahkarlıq duyğusudur, yersiz vicdan əzabıdır. Evdar xanımlarımızın əsla xətrinə dəymək istəmərəm. Mənim anam da evdar qadındır. Allah bütün anaları qorusun. Belə deyək də, güya biz evdə oturanda bütün gün uşaqla ünsiyyətdə mi oluruq? Olmuruq. Yəni ev qayğılarından əslində evdar qadın olmaq ən ağır işləmək deməkdir. Yəni adı olmayan, bəzən də dəyərsizləşdiririk biz bu prosesi. Güya ki bütün gün övladın yanında olub, ondan ünsiyyət qurub, onun başını tumarlayırıq. Yox. Eynilə səhər yedizdiririk, yemək vaxtları və yatmaq vaxtları və s. Əksinə, işləyən analar Keyfiyyətli vaxt keçirmək lazımdır. o vicdanlılıq hissindən dolayı daha özünü məsuliyyətli hesab edir ki, mütləq ondan oynayım, mütləq ondan söhbət edim, axşam yatarkən mütləq bir şeyləri paylaşaq. Çünki o günahkarlığı hiss edir ki, mən gün ərzində az görürəm evladımı və s. Burada əlbəttə psixoloji dəstək çox vacibdir və maksimum çalışmaq lazımdır ki, bu qızıl orta qorunsun. Biz hüquqi tərəfdən güzəştlərdən danışırıq. Yalnız ailə üzvləri arasında da insanlar bir-birinə güzəşt etməyi bacarmalıdırlar. Xüsusilə bəylər xanımlarını bəzi məqamlarda güzəşt etməlidirlər ki, onlar anadılar və xanımlar daha həssas olduqlarına görə həm övlada qarşı, həm də ümumiyyətlə digər insanlara qarşı biraz yanaşma tərzləri onların başqadır. Amma əfsuslar olsun ki, bütün bəylər elə deyil. Təbii ki, burada hər kəsə bunu şamil etmirik. Çox anlayışlı bəylərimiz də var. Ona görə xanımlara qarşı bir qədər həssaslıqla yanaşmaq lazımdır ki, hər bir dönəmi birlikdə əgər insan keçirsə, həm güclü olur, həm psixoloji tərəfdən, həm fiziki tərəfdən. Çünki bəzi məqamlarda psixoloji tərəfdən insanda problem yarandıqda o fiziki də xəstəliklərə gətirib çıxardır. Şübhəsiz. Psixosomatik xəstəliklər də olur. Ona görə hər zaman xanımlarımızın yanında olaq və dəstək verək. Az yaşlı uşaqları analar bağçaya qoyurlar və bəzən gözü yaşlı vəziyyətdə məcburiyyət qarşısında bağçaya qoyub özləri işə gedirlər. Sonra da problemlər yaranır. İşdən görüntülü izləyirlər, sonra müəllimlərlə danışırlar, sonra problem yaranır. Nədən? Bəzi məqamlar olur ki, uşaq bağçada qalmır və ağlayır. Mütəmadi olaraq ağlayır və problem yaradır anaya. Ana işdən icazə alıb gedə bilmir. Ananın belə bir hüququ var ümumiyyətlə. Sizdə necədir bəs vəziyyət? Ümumiyyətlə mən bu məsələyə bir fikir bildirim və mütləq öz vəziyyətimlə bağlı da nümunə deyim. Azərbaycanda ana-evlad münasibətləri də çox təəssüf ki, bəzən toksikdir. Ana hədsiz dərəcədə evladına ya bağlıdır, dediyiniz o çox üzr istəyirəm. Yəni əgər kimsə bu dinləyicilərimizdən efir qarşısında olanlardan kimsə bundan incəyərsə, bəzən bu isterik münasibətlər olur və bundan həm ana, həm uşaq əziyyət çəkir və gələcəkdə də uşağın fərd kimi, şəxsiyyət kimi formalaşmasına bu maneə olur. Mən ümumiyyətcə 3 yaşa qədər uşağın uşaq bağçasına getməyini doğru hesab etmirəm. Çünki mən özüm psixoloji sahədə bir işim var. Bu sahədə çox mütəxəssislərlə ünsiyyətdə oluram. 3 yaşına qədər uşağın anaya ehtiyacı var. Ana işləyirsə, nənəyə ehtiyacı var. Yəni dayə ilə yanaşı doğma bir insana ehtiyacı var ki, ona təmənnasız və səmimi sevgisini ifadə edə bilsin. Çünki hətta dayə ilə böyüyən uşaqlarla müqayisə etdikdə valideynin, ana ilə, nənə ilə böyüyən uşaqlar arasında çox fərq var. Özgüvənlərində xüsusilə fərq var, uşaqların özünü realizə etməsində fərq var. Çünki biz sevgi göstəririk və ya göstərmirik, bunu fiziki olaraq bəlkə görünür bu kənardan və ya yox, amma uşaq ona edilən hər bir, belə deyək də, münasibəti hiss edir. Yəni, o qədər dərindən hiss edir ki, o onun beyinsəl formalaşması üçün də ciddi təsir göstərir və sabah şəxsiyyət kimi də formalaşmasına təsir göstərir. Ona görə 3 yaşa qədər əgər analar məcburdularsa uşaqlarını uşaq bağçalarına verməyə, mütləq onlara bir xüsusi yanaşma sərgiləməlidirlər. Sırf uşaqlar öz dəyərləri üzərində. Çünki zaman-zaman biz böyüyürük, baxırıq ki, komplekslərimiz var, özümüzü dəyərsiz hiss edirik. Bu gələcəkdə bütün münasibətlərimizə təsir edir və onun kökü məhz o körpəliyə gəlib çıxa bilir. Ümumiyyətlə, xanımlar da işləmək çətindir.
Ümumiyyətcə xanımlarla işləmək çətindir. Yəni burada hamımız xanımıq. Gəlin etiraf edək. Yəni nə ilə bağlı? Kaprizləri ilə bağlı, yoxsa istəkləri daha çoxdur? Bağlı, duyğularla bağlı. Qadınlarımızı bir çox hallarda və bir çox belə deyək də situasiyalarda duyğuları idarə etdiyi üçün qadınlarımız çox ağıllıdır. Emosional varlıqdılar və duyğuları onlara daha çox təsir göstərdiyinə görə eyni anda çox hadisəni düşünüb və çox proseslə məşğul ola bildiklərinə görə beyinsəl və fiziki olaraq ona görə əlbəttə qadınlarla işləmək çətindir və burada təbii ki ego məsələləri də var. Mən özüm də bir sırf qadınlarla olan bir qurumda çalışmışam. Hal-hazırda əməkdaşlarımın 90% qadınlardır. Özüm qadınam və realist olaraq reallığı qəbul edirəm, özümlə bağlıdır. Ona görə bu çətindir, amma qadın inkişaf edərsə cəmiyyət inkişaf edər. Qadın peşəkarlaşarsa, peşəkar mühitdə biz arzuladığımız nəticələrə çata bilirik. Baxaq inkişaf eləmiş ölkələrə, bu bərabər getməlidir. Yəni təbii ki, kişilərin həyatımızdakı üstünlüyü bir başqadır, bu yaradılışdandır. Mən heç bir zaman deməmişəm ki, qadınla kişi bərabərdir. Deyirlər, yaradılışdan bu iki varlıq fərqlidir, amma bərabər imkanlar yaradılmalıdırmı? Sujet gedir, biz sujeti yaradılmalıdır, bəli. Bu haqda bir məlumat verərdiniz izləyicilərimizə? Bu mənim ictimai fəaliyyətimlə bağlı olan bir video çarxdır. Mən 10-12 ilə yaxın gənclər sektorunda fəaliyyət göstərmişəm və bu fəaliyyətin müddətində də ölkədə gənclər siyasətin qurulmasında yaxından iştirak etmişəm, dövlət proqramının hazırlanmasında gənclər təşkilatlarla bərabər iştirak etmişik və buradakı fəaliyyətin bir dönəm deməli kiçik və orta biznes subyektlər və klublar assosiasiyasının idarə heyətinin sədri olmuşam və bu 4 il müddətində kiçik və orta sahibkarlığın inkişafı istiqamətində çalışmışıq. Həm yerli, həm beynəlxalq layihələr həyata keçirmişik və təvazökarlıqdan uzaq olmasın, əminliklə deyə bilərəm ki, bu 4 il müddətində ciddi bir yol qət etmişik və sahibkarlıq sahəsində biznes klubların inkişafında, assosiasiyaların formalaşmasında ciddi bir təsirimiz olub. Yəni özümüzlə bərabər də sektoru inkişaf etdirməyə müəyyən mənada nail olmuşuq. Uğurlarınız hər bir zaman bol olsun. Təşəkkür edirəm. Xanımlar nə qədər cəmiyyətimizdə olsa da cəmiyyətimizin inkişafına yol açacaq, gətirib çıxaracaq və gənc xanımlarımız, biz də bugünkü verilişimizi xanımlarımıza həsr etdiyimizə görə xanımlarımız haqqında danışmaq istəyirəm ki, daha özgüvənləri olması üçün nə isə etsinlər. Çünki hər birimiz müxtəlif ailələrdə böyümüşük və müxtəlif psixoloji durumlarla bəzən də rastlaşmışıq, travmalar almışıq və bunun da öhdəsindən gəlmək üçün bəzən psixoloqlara müraciət etməli olsaq belə etməmişik. Çünki indi müasir dövrdə psixoloqlara müraciət etmək adi normal hal alıb. Yalnız bir 10 il, 15 il bundan öncəyə baxdıqda insan düşünürdü ki, mənim heç bir psixoloji problemim yoxdursa, mən heç bir zaman psixoloqa müraciət etməyəcəm. Bir sözlə, əgər hər hansı bir qorxunuz, hər hansı bir probleminiz, özgüvəniniz aşağıdırsa, o zaman mütəxəssisə müraciət edin və öz ayaqlarınızın üstündə hər zaman durmağı bacarın, hüquqlarınızı mütləq qorumağı bacarın və hüquqlarınızı bilin. İnsan əgər hüquqlarını bilsə, yəni düşünürəm ki, heç bir problemlə rastlaşmayacaq. Əgər problemlə rastlaşsa belə, o problemin öhdəsindən gəlməyi bacaracaq. Və əgər qadın, xanım güclüdürsə, o güclü bir övlad böyüdəcək və yenə də cəmiyyətimizdə güclü insanlar olacaq. Yenə də hər bir şey gəlir xanıma dayanır. Ona görə biz güclü olmalıyıq. Yalnız bir sözlə heç sevmirəm ki, sən güclü olmağa məcbursan. Yəni, neysə insanı məcbur etmək olmaz. Yəni, xanım bəzən deyir ki, heç kəsə möhtac deyiləm, heç kəsə ehtiyacım yoxdur, hər şeyi özüm edərəm, özüm bacararam. Belə də olmaq lazım deyil. Əlbəttə. Bayaq siz gözəl vurğuladınız ki, xanımlarla bəylər eyni deyillər. Biz heç bir zaman eyni ola bilmərik. Xanımların hər bir zaman bəylərə hər hansı bir mənada ehtiyacı ola bilər. Və bəzən xanımlar özlərini güclü göstərməyə çalışırlar. Yəni o da müəyyən problemlərə gətirib çıxardır. Və inanın ki, bu güclü göstərməyə çalışma, belə deyək, ənənəsi və yaxud dəbə gələn bu anlayış həm çox ciddi şəkildə Azərbaycanda ailə institutunu korlayır, həm qadınlarımız, qadın hər şeydən öncə qadındır
və onun tamamlanması üçün onun tərəf müqabilinə ehtiyacı var və bu nə qədər güclü olursa olsun, həyatında hər şey tamamlanmış qadınlarımız var ki, onların şəxsi münasibətləri qaydasında deyilsə, ya ailə həyatı qurmayıbsa, ya öz tərəf müqabilini doğru seçməyibsə, o milyonlarla pul olsa da, yaxşı övladlar yetişdirmiş olsa da belə həmişə o yarımçılığı hiss edəcəkdir. Çünki yaradılışdan bu belədir. Yəni bu təbiətin, bu yaradılışın qanunudur. Bizim mütləq bir tərəf müqabilimiz olmalıdır və biz onunla tamamlanmış olmalıyıq. Ona görə də bu zorla belə deyək də güclü olmaq obrazını özünə sırmaq və yaxud mən güclüyəmsə heç bir halda bu öz qadın zəif deyil, qadın zərif məxluqdur və hər bir insan həyat kişi, qadın da fərqi yoxdur. Həyatın müəyyən mərhələsində güclü də dayana bilər, zəif də ola bilər, zəif də hiss edə bilər və bu günah deyil, bu qəbahət deyil. Sadəcə biz özümüzü yaxşı tanımalıyıq. Ümumiyyətcə insanın ən vacib məsələsi, ən vacib həyatında yol aldığı istiqamətdə ən vacib məqam özünü tanımağıdır. Öz potensialını olduğu kimi dəyərləndirə bilməlidir. Hər bir insan istedadlıdır. Hər bir insanın hər hansı bir yöndə potensialı var, onu üzə çıxarmaq lazımdır. Mən düşünürəm ki, bəylərdən çox şey asılıdır. Bəylər bəzən olur ki, evdə o qədər gözəl münasibət göstərir ki, xanımlarına. Yalnız kənarda bu insanı gördükdə düşünərsən ki, bu çox soyuqqanlıdır, ailədə münasibətləri pisdir. Yalnız ailə içinə girdikdə görürsən ki, heç nə də göründüyü kimi deyil. Yenə də düşünürəm ki, hər bir şey bəydən asılıdır və ailə çox önəmlidir, ailə müqəddəsdir. Ailəni hər bir zaman qorumaq lazımdır və ona görə də bəylər, xanımlar hər bir zaman birlikdə olun. Çünki ailəni əgər insan birlikdə yaradırsa, əgər dünyaya övlad gətirirsə, bu övladı birlikdə böyütmək hər bir kəsin borcudur. Düzdür, bəzi məqamlar var ki, münaqişələr olur, problemlər olur, ailə dağılır. Biz ondan danışmırıq. Bugün bütöv ailədən danışırıq və güzəştlərdən danışırıq. Çox doğru vurğuladınız ki, insan insandır, cinsindən asılı olmayaraq müsbət və mənfi keyfiyyətlər hər iki cinsə aiddir. Ümumiyyətcə, ailə çox qəliz, eyni zamanda çox məsuliyyətli bir strukturdur. Burada tərəflər arasında fədakarlıq, güzəştə getmək, bir-birini anlamağa çalışmaq, anlamaq çox vacib məqamdır. Amma əlbəttə ki, çox doğru qeyd elədiniz ki, bəzən qadın el dilində bir misal var, deyir, odalar özünü yandırar, belə bir nənələrimizin dediyi bir misal var. Həqiqətən, bəzən qadın nə qədər fədakarlıq etsə də, nə qədər ailəni qorumağa çalışsa da, əgər bu kişi tərəfindən qiymətləndirilmirsə, dəyərləndirilmirsə, bunu qorumaq çətin olur. Və yaxud da ki, elə mənfi xüsusiyyətlər olur ki, heç bir halda bunu bağışlamaq olmur və yaxud ailənin davamlılığını sürdürmək olmur və yaxud da ki, biz keçmiş dönəmlərdə bunu çox görmüşük. Təbii ki, mən bunu dəstəkləmirəm, amma ki, nənələrimizdən, daha yaşlı nəsildən görmüşük ki, qadın özünü fəda edir. Bir şəxsiyyətini bir kənara qoyur və çox ağır xəssiyyətli, bəlkə də ona dəyməyəcək güzəştləri edərək ailəni qorumağa çalışır. Amma əlbəttə ki, yəni şübhəsiz bu heç müzakirə mövzusu deyil ki, kişilərin önəmi qadının həyatında çox önəmlidir, ailənin qorunmasında çox önəmlidir. Mən şəxsən öz həyatımda da deyə bilərəm ki, əlbəttə, əgər mənim həyat yoldaşım müəyyən mənalarda mənə güzəştə getməsə, bayaq Leyla xanıma da soruşdunuz, yəni güzəştlər olmasa, biz yəni belə deyək də, çox belə ürəklə deyirik, güclü olmaq, bacarmaq, istəsək bunu edərik, amma mütləq bu dəstək olmalıdır. Ailə üzvləri, xüsusilə insan həyat yoldaşı, insana bu mövzuda dəstək olmağa çalışmalıdır, dəstək olmalıdır. Əgər qadına bu mövzuda dəstək olmursa, bu demək deyil ki, o istədiklərinə çatmayacaq, hədəflərinə varmayacaq, amma bu yol daha əziyyətli olacaq. Daha asan və daha belə deyək, zövqlü bir yolculuq olması üçün bu məsələdə qadının, həyat yoldaşının, atasının, qardaşının ona dəstəyi çox vacibdir. Və əgər qadın bunu hiss edirsə, həqiqətən də addımları daha möhkəmdir. Mən yəni İlk biznesimi, ilk işimi 23 yaşımda qurmuşam və çox məhdud imkanlarla bu yola başlamışam. Amma hər zaman atam yanımda olub, bərabər getmişik, dövlət qurumlarına, hansısa müəssisədə ofis kirayə eləmək lazımdır və s. Onun varlığını yanımda hiss etmişəm. Yəni bəylərin dəstəyi ilk növbədə evdə atadan başlayır, sonra həyat yoldaşı.
Əlbəttə dost insanın həyatında olmalıdır. Bəzən olur ki, elə kişilər, elə bəylər olur ki, həyatımızda bir dost kimi bizim yanımızda olurlar. Onlar haqqında da istərdim ki, burada vurğulayım. Ümumiyyətlə, bəy hər bir xanımın həyatında olmalıdır. Bəzən feminist xanımlar olur, düşünürlər ki, biz hər şeyi özümüz edə bilərik. Bu belə deyil. Hər bir xanımın həyatında olmalıdır bir bəy, bir əks cinsin nümayəndəsi. Ümumiyyətlə, hər kəsin mənfi və müsbət tərəfləri var. İdeal insan yoxdur. Nə ideal xanım var, nə ideal bəy var. İnsanları deyirlər ki, olduğu kimi qəbul etmək lazımdır. Bu dolayısıyla həqiqətdir. Birbaşa həqiqətdir. Çünki bəzən olur ki, insan belə deyim, xəyanətkardır. Onu necə olduğu kimi qəbul edək? Onu da qəbul etmək olmur. İnsanı dəyişmək də olmadığına görə o insandan üz çevirmək lazımdır. Və yaxud da ki, şiddətə hər zaman məruz qoyur insanı. Bilirsiniz də, bunların da psixoloji səbəbləri var. Həm xəyanət, həm şiddətə meyillilik, birbaşa psixoloji məqamları var. Onların uşaqlıqda, düzdür, bu travma sözünü... Xəyanət, misal üçün, nə ilə bağlıdır? Düzdür, bizim biraz haşiyə çıxırıq mövzumuzdan. Mən psixoloq deyiləm, amma dediyim kimi də işim bu sahədə olduğuna görə, şəxsi biznesin bu sahədə olduğuna görə bilirəm. Bizim bir mütəxəssisimiz var, bununla bağlı çox danışır. Çox qəribədir ki, əslində xəyanət edən kişilərin böyük əksəriyyətinin anası ilə bağlı münasibətlərində problem yaşanır, natamamlıq yaşanır və ailə qurduqdan sonra da bəzən kişilər deyir ki, mən səni sevirəm, amma eyni zamanda xəyanət edirəm. Burada sevgidən söhbət getmir, belə bir məqam yoxdur. Burada başqa toksik, səbəbi bəlirli olmayan hisslər bəsləyir qarşı cinsə və yenə də istədiyi emosional tamamlığı ala bilmədiyinə görə davamlı olaraq başqa qadınlara üz tutma kimi bir hallar yaşanır. Dediyim kimi, kökündə çox ciddi ana ilə bağlı münasibət durur, özünü təqdim etmə, öz dəyər komplekslərlə bağlı məsələlər durur. Dəyərsizlik məsələsi var və hər, belə deyək də, xəyanət etdiyi dönəmdə qarşı tərəfdən aldığı xoş söz və yaxud özünə sübut etmək məsələləri var ki, bu xəyanətin başında dayanır. Özünü təsdiqləmək istəyir dolayısıyla. Bəli, bunun psixoloji səbəbləri var. Bu bir xəstəlikdir əslində. Yəni bəlkə psixoloqlar buna razılaşmaya bilər. Mən düşünürəm ki, bu bir psixoloji nasazlıqdır. Ona görə də bunun həlli var və biz hal-hazırda bizim mərkəzdə də bir ailə institutunun qorunması ilə bağlı deməli bir proqram üzərində çalışırıq. İnkişaf etmiş ölkələrdə artıq uzun illərdir ki, bu var. Ailələrin psixoloqları var, mentorları var. Türklər demiş, danışmanları var və bəzən cütlüklər o həmin mütəxəssis qarşısında elə bir mövzuları müzakirə edirlər ki, insanlar 10-15 ildir bir yerdə yaşayır və bir-birlərinin o tərəfini heç vaxt görməyiblər. Və bu mövzuda danışmağı bir-birlərinə, belə deyək də, ya utanıblar bu mövzuda danışmaq, ya heç ağıllarına gəlməyib ki, əslində onların arasındakı münasibətdəki pozğunluq, yəni pozulmuş münasibətin səbəb əslində çox kiçik bir məqamdır və yaxud da ki, kiçik görünən, amma altında çox böyük duyğusal yəni hər bir şeyin çarəsi var. Əsas odur ki, ailə psixoloquna müraciət edib, ailəni qoruyub saxlamağı bacarsınlar. Xəyanətə yox deyirik buradan. Mütləq yox deyirik və bunun həlli var. Mütləq peşəkarlara müraciət etmək lazım. Təşəkkür edirəm. Həlli olmasa da